Salam əziz abituriyentlər. Bugün, yəni 1 iyun 2025-ci ildə olan ə, informatikadan imtahanın suallarının izahını paylaşıram. Hələ ki ilk 27 sualın izahını bu videoda paylaşacağam. Əgər çox olarsa hissələrə bölərəm. Baxaq. 61 nömrəli sualda cədvəl informasiya modeli ilə həll edəcəyik. Verilən şərtlərə uyğun gəlin cədvəli quraq. Yazılıb ki, Vəli, Piri, Samir və Kərim soyadları Vəkilov, Pənahov, Kamilov, Səlimovdan biridir. Eyni gündə imtahan verirlər. Məlum olur ki, Vəli və Səlimov imtahandan 5 alıb. Biz buradan başa düşürük ki, Vəli Səlimov familiyasında deyil. Yəni Vəli ayrı adamdır, Səlimov ayrı. Və üzərinə 5 yazırıq ki, yəni bunlar 5 qiymətini alıblar. Piri və Vəkilov imtahandan 3 alıblar. Piri Vəkilovla eyni soyadda deyil. Yəni eyni adam deyirlər. Piri də 3 alıb, Vəkilov da 3 alıb. Gəlir bir də boyları ilə bağlı məlumat verir. Deyir ki, bir dənə cədvəli tam göstər. Vəkilov, Vəkilovun boyu Pənahovdan hündürdür. Vəkilov Pənahovdan hündürdür. Kərimin boyu Pənahovdan qısadır. Belə çıxır ki, Kərim Pənahov deyil və Pənahovdan qısadır. Kərim. Belə yazıq. Boyu yazaq bilinsin. Samir və Pirinin boyları eynidir. Yəni Samir Vəkilov olsa, Piri Pənahov ola bilməz. Gənə yazaq Samir. Söhbət boydan gedir. Piri ilə eyni boydadır. İndi buradan nə nəticə çıxardırıq? Əvvəla bu 5-3 məsələlərinə qayıdaq. Deyək ki, Vəli və Səlimov imtahandan 5 alıbsa, Piri ilə də Vəkilov almayıb. Deyə bilərikmi ki, Piri Səlimov deyil, Vəli də Vəkilov deyil. Çünki ayrı-ayrı qiymətlər alınıb. Piri Səlimov deyil, Vəli də Vəkilov deyil. Qalır ki, Pənahov Kamilovu öz aralarında bölüşdürüblər də belə deyək. Vəli ya Pənahovdur ya Kamilov, Piri də ya Pənahovdur ya Kamilov. Bir dənə Kərimə fikir verin. Kərimdə də Pənahov deyildi zaten. Kamilov da ola bilməz. Çünki 2 nəfər var burada. 2 də soyad onlara qalıb. İndi Kərim Pənahovdan, Vəkilovdan boyca qısadırsa, deməli Vəkilov da deyil. Kərimə Səlimov familiyasıdır. Biz bilirik ki, Pənahov və Kamilov familiyaları Vəli və Piriyə məxsusdur. Yəni onların arasındadır. Samir deməli həmin soyadlarda deyil. Samirə qalır Vəkilov. İndi Vəli ilə Pirinin hansı familiyada olduğunu necə tapaq? Bizə deyib ki, Piri və Vəkilov imtahandan 3 alıb. Hə, buradan ayrı bir şey çıxmır. İndi gəlirik boy məsələlərinə. Bizə dedi ki, Samirlə Piri eyni boydadır. Vəkilov hamısından hündürdür. Vəkilov kim oldu? Samir. Deməli Piri Pənahov ola bilməz. Çünki Pirinin boyu Samirlə eyni boydadır, o da Vəkilovdur. Vəkilov da Pənahovdan hündürdür. Deməli, Piri Pənahov ola bilməz. Pənahov familiyası Vəlidir. Kamilov familiyası Piridir. Burada 2 cür cavab var ki, Vəlinin soyadı Pənahov deyil. Xeyr, Vəlinin soyadı Pənahovdur. Pirinin soyadı Kamilovdur. Bəli, cavab Y variantı. 62. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Diqqətlə həll edək. Burada 2 dənə funksiya var.
Definition FM var, definition GK var. İndi A bərabər 5, B bərabər FA, yəni F5. Print B, yəni çapa bu veriləcək. İndi tapaq. F5-i gedirəm FM-də yerinə qoyuram. 5 qoydum. M bərabərdir. M-in köhnə qiyməti, yəni 5. Vur 2, vur G5. G funksiyasına müraciət edirik və 5-i qoyuruq yerinə. Mümkün qədər sadələşdirmə eləyək. 10 G5. İndi G-ni yerinə 5 qoysaq, G5 K-nın yerinə K bərabərdir 5 vur 4, yəni 20. K-nın da özün qaytardığına görə nə olacaq? 20. 10 vur 20, yəni 200. Deməli, burada M-i tapmışıq hələ. M bərabər neçədir? 200-dür. N bərabərdir. GM, M-in yeni qiymətindən bəhs eləyir. Üstəgəl 10. Bəzən bu üstəgəl 10-u belə itirirlər. Yəni, ehtiyatda olun. G 200, G-ni yerinə 200 qoyanda G bildi ki 4 mislini qaytarır, yəni 800. Üzərinə 10 gələndə 810. Bizə M və N-in cəmini istəyir. M-ə tapmışdıq 200, N-ə tapdıq 810. 200 üstəgəl 810, 1010. Cavab Y variantı. 63. Aşağıdakı HTML kod fraqmenti web brauzerdə necə əks olunacaq? Cavab variantlarından axtarmağınız daha tez ola bilər. Çünki hər bir variantı çıxa-çıxa həll edə bilərsiniz. Baxaq. Nələrə diqqət eləyək? Tabii bütün cavab variantlarında görünür ki, fən, riyaziyyat, ingilis dilidir. Müəllim adları nədir? Çox səliqəsiz oldu. 2-nin 3-ə cədvəldən gedir söhbət. Burada yazılıb fən, burada yazılıb müəllim, riyaziyyat ingilis dili, təranə müəllim, Lalə müəllim. Tamam. İndi bir-bir baxırıq. Table border bilirik. TR onun cədvəlin başlandığını bildirir. TH onun başlıqlarını bildirir. Baş olanlar həmişə onsuz da qalın yazılır. Plus da burada U yazılıb. Deməli, fənnin altından xətt çəkiləcək. Underline söz. A variantı çıxdı. Müəllim ikinci sütunun başlığıdır. Ona görə qalın yazılıb. Plus italik i yazıldığına görə bu da deməkdir ki, maili yazılacaq. Fikir verin, altdan xətt və s. yoxdur. Ona görə C variantı getdi. Y variantı da o bir tərəfdə görsənir. Gəlirəm riyaziyyat. Riyaziyyat bold formada yazılıb. Yəni riyaziyyat qalın olmalıdır. Hamısında qalındır. Təranə müəllim italik yazılmalıdır. Yəni belə deyim, altına xətt, qalın və s. belə şeylər yoxdur. Gərək ingilis dilinə. İngilis dili qalın yazılmalıdır. Yəni B variantı çıxdı. Lalə müəllimdə isə altdan xətt çəkilməlidir. O, underline yazılıb. Yəni D variantı da çıxdı. Bu dediklərimizə uyğun qalır Y variantı. 64 nömrəli misal. 64-də yazılıb ki, 246 7-lik say sistemində bunu 8-liyə keçirmək lazımdır. Onun üçün əvvəla 10-luğa keçirək. 246 7-likdən 10-luğa keçirmək üçün. Üzərinə sağdan başlayaraq 0, 1, 2 düzürük. 2 vurulsun, çarpaz vurma qaydası. 7-nin kvadratı. 4 vurulsun, 7 üstü 1. Üstəgəl 6 vurulsun, 7 üstü 0, yəni 1. 2 vurulsun 49, üstəgəl 28, üstəgəl 6. 2 dəfə 9-un 8, 98, 28, 6.
8, 8, 16, 6, 22. 2 yaddaydı. 4 üstəgəl 9, 132. Cavab variantı bu deyil, çünki onluq say sistemindədir. Biz indi bunu 8-lik say sisteminə keçirməliyik. 132-ni 8-ə böləcəm. Bir dəfə 8, 52-nin içində 6 dəfə. 6 dəfə 8-im 48, 8, 4, 128, 4 qaldı, qalıq. 16-nı 8-ə bölürəm 2 dəfə. 2 də 8-dən kiçikdir deyə natamam qismət. Natamam qismətdən başlayaraq qalıqları tərsinə oxuyuruq. 204. Cavab C variantı. Şəkil 1-də təsvir olunmuş qrafın qonşuluq matrisində birlərin sayı x-dir. Biz bilirik ki, istiqamətlənməmiş, yəni adi qrafın qonşuluq matrisində bir təpə ilə digər təpə arasında yol olanda iki dənə bir yazılır. Çünki məsələn D ilə F arasında yol varsa bir yazırıq, həmçinin F ilə D arasında yolu da bir yazırıq. Ona görə bu şəkildə qraflar ayrılanda, yəni şəkil 1-dən şəkil 2-yə keçid olanda bircə dənə tilli sildiyinə görə 2 çıxırıq. Burada bir ilgəyi silsəydi 1 çıxardıq. Cavab olur, yəni x çıx y, cavab 2. 66. Brauzerdə əks olunarkən nömrələnmiş siyahının birinci elementi. Nömrələnmiş bilirik ki, ordered listdir. Ordered nömrələnmişdir. Nömrələnmiş siyahıya baxıram ki, dəqiqə bağışlayın. Aha. O elin içərisində hansı list itemları var? Birinci list item siçanda, ikincisi klaviaturada, sonra mikrofonda. Deməli, ilki nədir? Siçan. 67. Yazılıb ki, B2 xanasına hansısa ədəd yazılmalıdır ki, D1 xanasındakı düstur digərlərinə köçürüləndə belə bir nə deyək ona? Diaqram alınır. Siz buradakı yazılara fikir verməyin. Hal-hazırda əlimdə olan bilən kağız budur. Bir dəqiqə. Yazılıb ki, burada D1-də bir düstur var. Gəlin D1-dəki düsturu hesablayaq. Bərabər qoyuram ki, müqayisə eləyəndə rahat olsun. B1 nədir? 30 vurulsun. 1 üstə gəlinsin. A1 üstə gəl S2. A1 S2. 30 üstə gəl 50, 80 böl 100. 80 böl 100'ümüz də olacaq 0,8. Yəni bunu hesablasaq 30 vur 1,8. Vergüllə 0 getdi. 3 dəfə 8'im 24, 3, 54. D1-dəki düsturu D2-yə köçürəndə D2-də belə bir düstur alınacaq. B2 vurulsun. 1 üstə gəlsin A2 üstə gəl S3 böl 100. Düzdürmü? Deməli, B2-ni bilmirik. Gəlin bunun yerinə x qoyaq. X vurulsun 1 üstə gəlinsin. A2 S3 20 böl 100 0,2 1,2x. D3'ə eyni düsturu köçürsək 2 artacaq da buradakı düstur. B3 vurulsun. 1 üstə gəlsin. A3 üstə gəl S4 böl 100. Əslində bunları yazmadan da siz necə baxın birinci, birinci, ikinci, ikinci, deməli üçüncü ilə də üçüncü bu olacaq. Paralel sürüşdürürsünüz də hərəsini bir sətr aşağı düşürsünüz. Yəni baxın A3 üstə gəl S4. 40, 20 elədi 60. B3'ü bilirik. B3 15. 15 vurulsun. 1 üstə gəlsin 0,6. 15 vurulsun 1,6. 15'i 1,6'ya vuraq, vaxtımız getməsin.
24. Cavab elədi 24. 54, 1 onda 2x 24. İndi keçək diaqrama. Deməli, almışıq 54 birincidə, 1 onda 2x ikincidə, 24 üçüncüdə. 45%, 35%, 20%. İstənilən birini götürə bilərəm. Rahatı məncə 20%-dir. Hamısı üçün eyni qayda ödənəcək. Bu nədir? Faiz nisbətidir də. 24 ümuminin içində. Ümumi nədir? Budur. Ümuminin içində nə qədərdir? 20%-dir. İxtisarlarımızı apara bilərik. Burada 5. 5-i 24-ə vursaq 120 bərabərdir bu ifadə. 78 üstəgəl 1 onda 2x. Zaten x bütün düsturlarda işlənəcəkdir ya. Sırf x-in olduğunu götürməsək daha yaxşı ki, məsələ daha tez həll olunsun. Baxıram da ki, 35-45-dənsə 20% daha rahatdır. Ona görə onu götürürəm. 120-dən 78-i çıxanda 2, 11-dən 7, 42 bərabərdir 1 onda 2x. X də bərabərdir 42-ni 1 onda 2-yə böləcəm. Cavab eləyir 35. Biz x-lə başdan elə B2 xanasını götürdüyümüzə görə cavab eləyir 35. Burada yazılıb elektron cədvəllə bağlı doğru mülahizələri müəyyən edin. Birincidə yazılıb ki, B5 F6 diapazonunda 10 xana var. Deməli, 5 6 2 sətirdir. B, C, D, E, F 5 sütundur. Bir-birinə vuranda 10 xana. Yəni birinci şərt doğrudur. Sam A2-S5 düsturu A2-S5 xanalarının ədədi qiymətlərinin cəmini tapır. Xeyr. A2-S5 diapazondur. A2, A3, A4, A5. B2, B3, B4, B5. S2, S3, S4, S5. Bu xanalardakı ədədlərin cəmidir. A dollar, 3 dollar mütləq istinad deyil. Onun doğru olmağı üçün dollara dollar 3 olmalıydı. A2 Y5 diapazonu 4 sətirdən, o birisində də yazıb 4 sütundan ibarətdir. Gəlin birlikdə yazaq. A2 Y5 A, B, S, D, Y 5 sütun 2, 3, 4, 5 və ya 5 çıx 2 üstə gəl 1. Yəni 4 sətir. Cavab 1-4 olmalıydı. Python misalları çox maraqlı idi, deyərdim ki. Python dilində yazılmış proqramın icrası zamanı proqramın nəticəsini müəyyən edin. İndi baxaq. X bərabərdir 5682. N bərabərdir 0. K bərabərdir X-in qiyməti. Yəni, hələ ki bunu yadda saxlasın deyə ediblər bunu. While x sıfırdan böyükdürsə, x faiz 10, x böl 10, n bərabər n plus 1. Əslində bizə burada vaxt lazımdır deyə biz bunu necə bilirik? Biz bilirik ki, bu ədədi rəqəmlərinə bölən alqoritmdir. Hansı ədəd verilsə, onu rəqəmlərinə bölür. Fərqi yoxdur. 5 rəqəmli ədəd, 4 rəqəmli, 3 və s. N bərabər n plus 1 isə hər bu dövrə girdiyimizdə olan sayğacdır. N bizə nə alınır? 4 rəqəmli ədədsə 4 alınır. Yenə deyirəm, onu ayrıca tək-tək hesablaya da bilərsiniz. Amma vaxtınız gedəcək. Sizə bu zaman lazımdır. N bərabər 4. K bərabərdir. K nədir? 5682. Onsuz da x ötürülmüşdü də burada. Bu deyil. 5682. Üstə gəl. 1 vur. Qüvvət üstün əməldir deyə 10 üstü n birdən əvvəl hesablanır. 10 üstü n nədir? 4. 5682 üstə gəl. Bir arxasınca 4 dənə 0.
10.000-in üzərinə 5.682 gəlsəm, 15.682 eləyər. İkinci K ilə bağlı düsturda isə bu ifadəni 10-a vurub üzərinə 1 gəlir. 10-a vurdum. Burada 0 olsa 10-a vurulmuş halda olar. 1 də gələndə bu ədəd eləyir. Cavab budur. Mümkün qədər videonun qısa olmağını istəyirəm. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M bərabər 24. S bərabər 0. 3-ə bölünməsindən alınan qalıq 0-dırsa, o deməkdir ki, 3-ə tam bölünür. 24-ə baxıram ki, 3-ə tam bölünür. Deməli, if-in daxilinə keçəcəyimizə görə S gedir. Amma yoldaşlar gəlib, bu aşağıdakı S bərabər S plus M-i unutmuruq. Çox adam gəlir bunu unudur. OTK sınaqlarında da onu salırdılar axır vaxtlar. 3-ə bölünəndə qalıq 0-dırsa, bəli, daxilə şərtin daxilinə keçdik. S bərabər 1. İndi əgər M 4-ə bölünəndə qalığı 6 alınırsa, birincisi 24 4-ə tam bölünür. İkincisi, 4-ə bölünəndə qalıq 6 alına bilməz. Onu sadəcə ola bilər ki, 24-ə tam bölünməni uşaqlar fikirləşsin deyə yazıblar. Çünki 24-ü 4-ə bölünəndə tam hissə 6-dır. Amma 4-ə bölünəndə qalıq heç vaxt 6 alına bilməz. Deməli, if-in daxili hesablanmır. Bunlar hamısı if-in daxilindədir. Düşürəm elifə. 8-ə bölünəndə qalıq 0-dırmı? Yəni 8-ə bölünürmü? Söhbət burada M-dən getmir. Burada S-dən gedir. S 8-ə bölünəndə qalıq 0-dırmı? 1-i 8-ə böləndə qalıq 0 deyil. S-in üzərinə nə gəlirik? 6. Diqqətli olun, burada S-dir. S-in üzərinə 6 gəlinəndə elədi 7. S bərabər S üstəgəl M. 24 üstəgəl 7 bərabərdir 31. Onu belə orada çaşdırmaq üçün yazıblar. Cavab B variantı. Növbəti misal. A-nın son qiymətinin 56 olduğunu nəzərə alaraq, A-nın ala biləcəyi ilkin qiymətlərin cəmini tapın. A-nı bilmirik nədir? C bərabərdir 3. C bərabərdir mənfi 3 üstəgəl A vur C. Elə buradan C 3-dür deyə gəlin elə indidən yaza. Mənfi 3 üstə gəlsin 3 vur A. Və ya 3 vurulsun A minus 1. A bərabərdir A. A-nın ilk qiyməti. Vurulsun C. Baxın C burada. 3 vurulsun A minus 1. Bölünsün 3. Nəyə bərabərdir? 56-ya. Deməli, burada 3-lər getdi. A kvadratı çıx A bərabərdir 56. A kvadratı çıx A çıx 56 bərabər 0. Kvadrat tənlikdə köklərin cəmi mənfi B eləyərdi. Cavab eləyir 1. Belə yazırdıq da. Buna B demirdik, deyəsən P deyirdik riyaziyyatda. Buna isə Q deyirdik. Yəni bura 1-dirsə, bunun mənfi qiyməti ilə götürürük. A-nın qabağında nə varsa. Mənfi 1-dir də, onun mənfisi də müsbət 1 eləyir. D variantı. Sonra 72 çətin misal tiplərindən idi. Diqqət tələb eləyir. Cavab variantını götürdüm deyə G variantı qaldı. Deməli, bu tiplərdə nəyə diqqət edirik?
Diqqət eləyirik ki, bir dənə gözləyim. Alayım. Tamam. Y variantı da biraz yaxın cavablardan ona görə. N bərabər int input, P bərabər 0, S bərabər 0. Deyir ki, 1-dən N plus 1-ə qədər, yəni daxil edilən ədəd də daxil olmaqla. Məsələn, endisə axı range N plus 1-incini götürmür. N-i götürür amma ona görə. 1-dən N daxil olmaqla dövr edir. Məsələn, N-ə 7 verdik. 1, 2, 3, 4, 5, 6, 7-ni alacaq. Ə, yəni buna nəzərə yetiririk. P bərabər P üstəgəl 1 böl I. P elə bir dəyişəndir ki, özü P və S sıfırla başlayıb. Ə, 1 böl i-ni alır. Məsələn, i-yə biz n-ə qədər hər hansı bir ədəd verəcəyik də sırayla. 1, 2, 3, 4 və s. S bərabər S üstəgəl i plus 1 bölünsün P. Deməli, S son cəmi göstərir, çünki buradan da bilinir. Və hər dəfəsində i nədirsə, i-nin üzərinə 1 gəlinib p-yə bölünəcək. Bunun üçün gəlin i-ni 1 eləyək. 1 üstəgəl 1, 2 bölünsün p. I bərabər 1 olanda p neçə olacaq? Əlbəttə ki, 0 üstə gəlsin 1 böl 1. Deməli, birinci elementimiz 2-dir. Cavab olaraq B-ni, C-ni, D-ni çıxa bilərik. İkinci elementimiz nədir? I bərabər 2 olanda P1-də diqqətli olun. S2. P bərabərdir 1 P-nin köhnə qiyməti üstəgəl 1 bölünsün 2 I. 1 üstəgəl 2 də 1 və ya oranın yazılışı ilə belə. S də bərabərdir. S-in köhnə qiyməti 2 üstəgəlsin. I plus 1 yəni I 2 idi 3 oldu. Fikir verin. Deməli bu variantda çıxdı. 3 bölünsün 1 üstəgəl 1 böl 2. Qalanını yazmağa ehtiyac yoxdur. Cavab A variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X bərabər 10. X 10-a bərabərdirsə, bunları et. Əks halı yoxdur. Elə 10-a da bərabərdir. Y bərabər 20. Z bərabər X-in sətir halı üstəgəl boşluq üstəgəl Y-in sətir halı. Biz də bilirik ki, sətirlərin toplanması onların yan-yanaşı yazılmasıdır. Ortada da boşluğu nəzərə alırıq. Print Z. Z bir dəfə bu çap olunacaq. Baxın, cavab birində bu. Y bərabər X vur 2. Nəzərə alın ki, burada STR şəklində göstərib. Ümumilikdə biz X bərabər STR X yazmamışıq. Burada diqqətli olun. Yəni, X-in özü hələ də integer tipindədir. X-i 2-yə vururam. X nə idi? 10. Y oldu 20. Sonra heç buna da fikir vermədən təzədən Y-ə 100 mənimsədiblər. Yəni, bu qiymətdə getdi. Z bərabərdir. STR X üstəgəl boşluq üstəgəl 100 STR. O da 10, 100. Deməli, cavab 10, 20, 10, 100 şəklində olacaq. A variantı. 74-cü misal. Nisbətən düşündürücü misal idi. Definition KB, düşək aşağıdan yazılanları oxuyaq. 13, 25, 14, 17 deyəsiz uzun misaldır, amma həll yolu o qədər də deyil. For i in range 0-dan len aya qədər, yəni bütöv interval deyək də buna. I indeksdir bu arada, len A-dan bilinir. A-i elementlərini
Nə ilə dəyişəcəm? K funksiyasının A-yə tətbiq olunmuş qiyməti ilə. Yəni K funksiyasının A-yin ə, təyin oblasti demək, x-in yerində o durursa, dəyişən yerində, ona uyğun funksiyanı hesablayacaq. Yəni hər bir element üçün. Bu for bizə bunu bildirir. Qalxıram yuxarı. K-ya bir dəfə 13 verəcəm, bir dəfə 25, 14. Deyəsiniz ki, uzundur. Amma gəlin daxilinə baxaq. For i in range 1-dən b plus 1-ə qədər. Yəni, məsələn, 13-ü götürmüşəmsə, 1-dən 14-ə qədər. Yəni, 1, 2, 3, 4 və s. 13. Əgər verilən bu b, yəni 13, i-yə tam bölünəndə, baxın, oxunuşu deyirəm. I-yə tam bölünürsə, s bərabər s plus 1. 13 biz bilirik ki, sadə ədəddir. 13 yalnız 1-ə bölünəcək, bir də özünə bölünəcək. Yəni s bərabər 2 olacaq. Bu da deyir ki, əgər s2-yə bərabərdirsə özünü qaytar. Yəni 13-də s2-yə bərabərdir deyə özünü qaytaracaq. Əks halda özündən 1 əksiyini qaytar. Biz də bilirik ki, bu ədədlərin içində A-dakı ədədlərin içində bir 13-dür sadə, bir də 19. Deməli 13-ü 19-u dəyişməyəcək, bir də 17-ni. Qalanlarını 1 vahid azaldacaq. Çünki qalanlarının bölən sayı, bölənlərinin sayı 2-ni keçir. Yəni həm 1-ə, həm özünə, həm də ki, hər hansı bir ədədə bölünürlər. Məsələn, 25 həm də 5-ə bölünür. 14 həm də 2-yə, 7-yə bölünür. Bu şəkildə. Deməli, sadə ədədlər olduğu kimi qalacaq. Mürəkkəb ədədlərimizi 1 vahid azaldacaq. 13 sadədi qaldı. 25 mürəkkəbdir, 24 oldu. 14 mürəkkəbdir, 13 oldu. 17 sadədir, 17 qaldı. 18 mürəkkəbdir, 17 oldu. 19 sadədir, 19 qaldı. 32 mürəkkəbdir, 31 oldu. Cavab Y variantı. İzahlara baxarkən hər hansı bir sualınız yaranarsa, bildirməyinizi xahiş edirəm. Bir də neçə yazdığınızı da qeyd etsəz çox maraqlı olar. Əsası n olan say sistemində n və n-in ardıcıl rəqəmlər olduğunu məlumdursa, m-in qiymətini tapın. Ə, Burada cümlə biraz daha düzgün qurulsaydı daha yaxşı olardı. Amma belə deyim, əsası n olan say sistemində n dənə simvol var. M və n də ardıcıl ədədlərdirsə, m əlbəttə ki, n-dən kiçikdir. Çünki onluq say sistemində 11 yoxdur ki, deyim ki, m 11-dir. Deyəcəm 9-dur. N 10 olarsa m 9-dur. Yəni m n-1-ə bərabərdir. Mən ona uyğun məsələni həll edəcəm. Biz bilirik ki, ədədin üzərində xətt çəkilibsə, bu o deməkdir ki, 5m4 o demək ki, 5 hər hansı bir n say sistemində 3 rəqəmli ədədin birinci rəqəmi, m ikinci rəqəmi, 4 üçüncü rəqəmidir. İndi baxaq, 5, m, 4. İcazənizlə üstünün xəttini çəkməyim. Çıx 4, m, 5, n bərabər 48. N say sistemindən, yəni istənilən say sistemindən onluğa keçid qaydası. Üzərinə 0, 1, 2 yazacağım. 5 vur n-in kvadratı. Bayaq dedik ki, m n-1-ə bərabərdir. n-1 vurulsun n üstü 1 çarpaz vurma qaydası. 4 vurulsun n üstü 0 çıxılsın. 4 vurulsun n-in kvadratı üstə gəlsin m, yəni n-1 m-in yerinə n-1 vurulsun n üstü 1 üstə gəlsin 5 vurulsun n üstü 0 bərabərdir 48-ə. Bunu sadələşdirək. 5n kvadratı üstə gəl. Bu 1-dir də. N kvadratı minus n. Buranı açdım. Üstə gəl 4. Çıxılsın. Mötərizəni açarkən diqqət. Üstə gəlsin n kvadratı çıx. Baxın, elə özüm səhv etdim. 4n kvadratı. Bir dəqiqə haradaydıq? 4n kvadratı çıxılsın. Bu çıxılsına görə.
N kvadratı. Bu çıxılsına görə üstəgəl n. N kvadratı üstəgəl n. Aha. Çıxılsın 5 bərabərdir 48. N kvadratlarından bunlar getdi. N-dən n getdi. Gördünüz, mümkün qədər sadələşdi. 5n kvadratı çıx 4n kvadratı. N kvadratı. Üstə gəl 4 çıx 5. Çıx 1 bərabərdir 48. N kvadratı bərabərdir 49. N bərabərdir 7. 7'lik say sistemindən gedirmiş söhbət. Həqiqətən də baxırıq ki, 4, 5 rəqəmləri 7'lik say sistemində var. Sadə misallardan doğru fikirləri seçin. Prosesor məlumatları kompüterdən xaric edən çıxış qurğusudur. Hətta 4-də də deyib, kompüterə daxil edən giriş qurğusudur. Xeyr, prosesor ehmal qurğusudur. Nə giriş, nə çıxış qurğusu deyil. Scanner giriş qurğusudur. Kağızdakı məlumatları kompüterə daxil edir. Lazer printerlərin çap sürəti. Bu doğrudur. Bir də klaviatura kompüterin giriş qurğusudur. Doğrudur. 77. Hətta nə yaxşı mötərizədə 16 bitlik və 24 bitlik yazıblar. Bu hala sevindim realı. Çünki çox şagirdin unutduğu bir tərəf idi o. High color və true color sistemində kodlaşdırılmış iki fərqli qrafik təsvirin birlikdə informasiya həcmi bu qədərdir. Piksellərinin sayı bərabərdir. Deməli, x sayda piksel vurulsun 16 bit, icazənizlə 2 byte. Üstə gəlsin, x sayda piksel vurulsun 24 bit, yəni 3 byte. 120 megabayt eləyir. Gəlin x-i tapaq. 120-ni 2 üstü 20 byte şəklində. 5 byte vurulsun x. X bərabərdir. 120-ni 5-ə böləndə 24 vurulsun 2 üstü 20 sayda piksel və deyir ki, high color-da qrafik informasiyanın həcmi nə qədərdir? Düzdür, bunu bu qədər də eləməyə bilərdik. Hər şeyi 5-ə bölüb birbaşa high color 2 bayta vurardıq. Eyni şey eləyirəm əslində. Bu sayda simvol vurulsun nə olacaq? 2 bayt. Cavablar nə şəklindədir? Megabayt şəklində. Bölək 2 üstü 20-yə. Yəni bir dəfə 220-yə vurdum, bir dəfə böldüm, ona görə qısalda bilərsiniz. 24 vur 2, cavab 48. Lap o versiyanı da deyim. 2 bayt biridir, 3 bayt biridir. Toplam 5 baytdır. 5-inin ikisi o birisidir də. Yəni 120-ni 5-ə bölüb 2-yə vursaz cavabı alırsınız. Belə də hesablamaq olur. Windows əməliyyat sistemində doğru olmayan fayl adı. Biz dedik ki, qoşalara icazə yoxdur. Yəni bu qoşa nöqtə, xətlər, dırnaq, kiçikdir, böyükdür işarələri və s. Sual ulduz. Bunlara da icazə yoxdur. 79. Verilənlər bazasında üzərindəki xətləri silə bilmirəm, amma ən azından rəngi fərqli yazaram. Seçilər. Cədvəldə platforma nömrəsi 2-dən fərqli. Düzdür, mən üzərinə xətlər çəkərək tez hesablayıram, amma izahatda o daha çətin görsənir. Ətraflı yazacağım. Amma siz imtahanda hər halda o qədər vaxt itirmirsiniz. Platforma nömrəsi 2-dən fərqli. Platforma nömrəsi 2-dən fərqlilər. Gəlin bura xəyali olaraq 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci yazıq. 2-dən fərqli platforma nömrələri hansılardır? 1-ci, 3-cü, 4-cü, 5-ci, 8-ci. Və ya statusu gecikmədə. Bununla birləşdirə bilərəm statusu gecikmədə olanları 6 və 7-ni. Cavab nə olacaq? 1, 3, 4, 5, 6, 7, 8.
və dayanacaq nömrəsi ulduz n o deməkdir ki, dayanacaq nömrəsinin dayanacağı daha doğrusu dayanacağın son hərfi n ilə bitənlər. Bunları kəsişdirəcəyik ənddir çünki bitənlərlə 2 nömrə 4, 5, 6, 7 nömrə. 2, 4, 5, 6, 7. Bu kesişmədən qalacaq 4, 5, 6, 7. Yəni neçə dənə? 4 dənə. Maraqlı misal idi 80, biraz da fərqli idi, deyərdim ki. Yazılıb ki, əvvəlcə nə yazılıbsa Word-də, belə deyim, mətn redaktorunda. Çoxlu sayda bitişik Python sözləri yazılıb, amma o sayı tapmalıyıq. Və deyir ki, kursor sonuncu Python sözünün P hərfindən dərhal əvvəl dayanır. Belə deyək, xəyal eləyək ki, hələ ki bir 3 dənəsini çəkim, görsənsin. Deyək ki, ən axırı budur, əvvəlində neçə dənə var, bilmirəm. Deyir ki, axırıncı Python sözünün P hərfindən dərhal əvvəl yerləşir. Və aşağıdakı əmrlər 20 dəfə ardıcıl icra olunur. Görək bu əmrin bir dəfəsi bizə nə verir ki, 20 dəfə nə verəcək? 20 dəfədən sonra 2 dənə Python sözü qalıb. Neçə dənə imişsə, ikisi qalıb. Diqqətli olun. Deyir ki, 3 dəfə delete. Biz bilirik ki, delete sağa silir. Yəni kursor burada dayanacaq. Yəni buranı yox eləsək elə eyni kursordur da, düzdürmü? 3 dəfə də sola. Yəni sola klavişinə keçirik. Sonra 3 dəfə sağa siləcək, 3 dənə sola keçəcək. Yəni bir Python sözünü necə siləcək? Belə deyək. Bir dəfə home-u siləcək, bir dəfə py-tını siləcək. Necə? Bir dəqiqə silim biraz. Birinci deyir silirəm. Yəni hər addımında 3 dənə simvol silir. Hər dəfəsində 3 simvolu silib, 3 simvolda sola sürüşdürəcək. Bu bir addımımız. İkinci addımda 3 simvol sağdakını siləcək, 3 simvol sola sürüşdürəcək. Yəni 2 addımın hesabına belə də olsa Python sözünü silir. 2 addıma bir Python sözünü silirsə, 20 dəfəyə neçə Python sözünü silər? 10-unu. Düzdürmü? Sonda da 2 dənə Python qalıb. Deməli 12 Python var imiş ki, 10-unu siləndən sonra ikisi qalıb.